Ukrayna qoşunları Zaporojye istiqamətində yerləşən strateji əhəmiyyətli Mala Tokmaçka kəndini 1500 gündən artıqdır ki, nəzarətdə saxlayıb və Rusiya qüvvələrinin onu ələ keçirməsinin qarşısını alıb. Bu müddət ərzində döyüşlərin xarakteri köklü şəkildə dəyişib. Tank hücumları və kütləvi artilleriya atəşini, pilotsuz uçuş aparatları, süni intellekt və elektron müharibə texnologiyalarının qarşı durması əvəz edib. Kəndi müdafiə edən Ukraynanın 118-ci əlahiddə mexaniləşdirilmiş briqadasının hərbçiləri müdafiənin xüsusiyyətləri barədə The Telegraph'a danışıblar. Nəşrin yazdığına görə təxminən 3000 nəfər əhalisi olan bu kiçik kənd Rusiyanın böyük hərbi planlarının necə uzunmüddətli və tükəndirici qarşı durmaya çevrildiyinin nümunəsidir. Tam miqyaslı işğaldan əvvəl əksər Ukraynalıların adını belə eşitmədiyi Mala Tokmaçka bugün Rusiyanın müharibəsinin mənasızlığının simvollarından birinə çevrilib. Jurnalistlər xatırladıblar ki, kənd Rusiyapərəst təbliğatçıların onun deyə dəfələrlə ələ keçirilməsi ilə bağlı bəyanatları səbəbindən məşhurlaşıb. Kənd Zaporojye şəhərindən təxminən 1 saatlıq məsafədə yerləşir və bu istiqamətdə mühüm müdafiə məntəqəsi olan Orixova aparan əsas keçid hesab olunur. Cənub istiqamətinə gedən yolların nəzarətdə saxlanılmasında da mühüm rol oynayır. Ukraynanın 118-ci əlahiddə mexanikləşdirilmiş briqadası kəndin uzun müddət müdafiə olunmasını yalnız hərbçilərin cəsarəti ilə deyil, həm də daim yeni şəraitə uyğunlaşmaları ilə izah edir. Əsas amillər sırasında pilotsuz uçuş aparatlarından sutka ərzində fasiləsiz istifadə, artilleriya atəşinin davamlı şəkildə dəqiqləşdirilməsi, geniş miqyaslı minalama, relyefin imkanlarından istifadə və yeni texnologiyaların operativ tətbiqi göstərilir. 118-ci briqadanın mayoru Dmitri Pelik öz mövqelərində pilotsuz sistemlərin qarşı durmasını gələcəyin texnoloji müharibəsi adlandırıb. Onun sözlərinə görə pilotsuz aparatların istifadə etdiyi tezliklər daim dəyişir. Bazar ertəsi işləyən sistem növbəti bazar ertəsi artıq düşmən tərəfindən tamamilə sıradan çıxarıla bilər. 118-ci briqadanın pilotsuz sistemlər taqımının komandiri Mars bildirib, 2023-cü ildə bu istiqamətə gələndə yalnız mülki məqsədlər üçün istehsal olunmuş, lakin hərbi istifadəyə uyğunlaşdırılmış pilotsuz uçuş aparatlarımız var idi. Onlardan kəşfiyyat və artilleriya atəşinin dəqiqləşdirilməsi üçün istifadə edirdik. Daha sonra döyüşçülərimiz həmin aparatlara qumbara və digər sursatların atılması üçün xüsusi mexanizmlər quraşdırmalı öyrəndilər. Növbəti mərhələdə isə birbaşa görüntü ilə idarə olunan pilotsuz zərbə aparatları meydana çıxdı. Onların sayəsində düşmənin canlı qüvvəsinə, zirehli texnikasına və yüngül zirehli vasitələrinə daha uzaq məsafədə zərbələr edirmək mümkün oldu. Lakin bu pilotsuz aparatlar Rusiyanın daim təkmilləşdirilən elektron mübarizə sistemləri qarşısında həssas idi. Bundan sonra idarə etməsi və görüntü ötürülməsi radio dalğaları ilə deyil, optik lif kabeli vasitəsilə həyata keçirilən pilotsuz uçuş aparatları tətbiq olunmağa başladı. Jurnalistlərin yazdığına görə bu sistemlər demək olar ki, aşkar edilmir və radio maneələri ilə sıradan çıxarıla bilmir. 118-ci briqadanın məlumatına görə optik lif kabeli ilə idarə olunan və birbaşa görüntü ilə idarə olunan pilotsuz zərbə aparatları Rusiya hücum bölmələrinin 90%-nin məhv edilməsinə cavabdehdir və düşmənin bahalı hərbi texnikasına vurulan zərərin əsas hissəsini təşkil edir. Nəşr bildirir ki, 2025-ci ilin oktyabrında Zaporojye vilayətində geniş miqyaslı hücum zamanı Rusiya Mala Tokmaçkaya 26 zirehli texnikadan ibarət kolonna göndərib. Kolonnaya 4 tank, 12 piyadaların döyüş maşını, 8 zirehli transportyor və 2 Tigr zirehli avtomobili daxil idi. Video görüntülərdə yüksək sürətlə hərəkət edən texnikanın kamikadze pilotsuz aparatları tərəfindən ardıcıl zərbələrlə məhv edildiyi, onların yerində yalnız yanmış qalıqların qaldığı əks olunub. Belə itkilər səbəbindən Rusiya ordusu getdikcə axır zirehli texnikadan daha az istifadə edir. Onların yerinə motosikletlərə və yüngül yolsuzluq nəqliyyat vasitələrinə üstünlük verir. Jurnalistlərin məlumatına görə bir həftə əvvəl 2 onlarla motosiklet və minalanmış ərazilərdə yol açmaq üçün xüsusi avadanlıqla, həmçinin elektron mübarizə sistemləri ilə təchiz edilmiş 10 yüngül yolsuzluq nəqliyyat vasitəsindən istifadə edən bütöv bir taqım kəndə daxil olmağa cəhd edib.